Azərbaycan diasporu New York meri ilə bağlı Trampa müraciət edib. Azərbaycanın diaspor təşkilatları ABŞ prezidenti Donald Trumpa müraciət edərək New York City meri Zohran Mamdani'nin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə etirazlarını bildiriblər. Yarımada.info xəbər verir ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycanlı icmalar, milli maraqlar və tarixi həqiqətlərlə bağlı məsələlərdə prinsipial mövqe nümayiş etdiriblər. Müraciətlərdə New York merinin açıqlamalarının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu vurğulanıb və bu fikirlərin Azərbaycan xalqına qarşı qərəzli yanaşma kimi qiymətləndirildiyi bildirilib. Qeyd olunub ki, ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəklədiyi bir dövrdə bu cür açıqlamalar konstruktiv prosesə mənfi təsir göstərə bilər. Eyni zamanda vurğulanıb ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası çərçivəsində onların hüquq və təhlükəsizliyinin təmin olunması istiqamətində addımlar atılıb. Məktublarda həmçinin Kojali masakrı ilə bağlı beynəlxalq səviyyədə hüquqi siyasi qiymətin verilmədiyi diqqətə çatdırılıb. Diaspor təşkilatları ABŞ prezidentindən Azərbaycan əleyhinə səsləndirilən ittihamlarla bağlı məsələyə diqqət yetirilməsini xahiş